Müəllim çox düz söylədi ki, həqiqətən də, məsələn, indi bizim həqiqətən də peşəkar hüquqşünaslarımız var, peşəkar vəkillərimiz var. Əvvəl nə cür idi? Ona görə mən çıxışımda da vurğuladım ki, onu özümə borc bildim bir vətən. Anar Bağırova təşəkkür bildim. Əvvəl nə cür idi? Əvvəl nümayəndəliklər var idi. Nümayəndə kimi gedirdilər. Bu nümayəndə nə etməlidir? Bu vətəndaşı düşünmür. Bunun düşüncəsi odur ki, pul qazanc etsin. Vətəndaşı çaşbaş salırdı. Gəl boşan, gəl boşan, filan elə, gedək dövlətə müraciət et, sənə buradan da pul gəlsin, həm də beləçinə yaşı, vətəndaş da allanırdı. Və bunların da məqsədi hüquqi savadları yox idi. Bəzi, çox mən deyərdim ki, çox 70-80%-ə qədər o şeylər geridə qaldı. Bugün peşəkar vəkillər var. Gedirsən vəkilin də yanına, istəyir təməmnasız, istəyir təməmna ilə. Fərqi yoxdur. Gedəndə məsləhət alanda deyir, yox, bu qanuna ziddir. Qanuna ziddir. Alternativ yolla ona görə şükürlər olsun vətəndaşlarımıza, bax buradan da çağırış edək ki, bizim peşəkar hüquqşünaslarımız var. Peşəkar vəkillərimiz var. İnanın ki, o vətəndaş var ki, deyir, mənim imkanım yoxdur vəkilə müraciət edim. Ancaq dövlət hesabına vəkillər təmənnasız hüquq yardım görsə. Bilirsiniz nədir? Mən tez-tez gedirəm də Avropa səfərlərinə. Görürük, orada vəkillər nə cür, hansı tituldadır və hansı böyük müqavilələrə imza atılır. Rüsumları çox böyükdür. Həddindən artıq. Şərt deyil, onların maaşı, vətəndaşın maaşı yaxşıdır və yaxud da onlar boş söhbətlərdir. Ancaq vəkillərin orada müqaviləsi çox bahadır. Bizdə ancaq görürsünüzmü? Bizdə əl çatandır. Əl çatandır. Hər bir istəyir imkanlı, istəyir orta səviyyə, istəyir imkansız da vəkilə müraciət edə bilər. Hətta dövlət təmənnasız olaraq vəkillə təmin edir və mediasiyanın bugün fəaliyyət göstərməsi də insanlarımıza bax, bir addım sizin dediyiniz kimi haqqa ədalətə doğru. Mediasiya yaranması həqiqətən də məhkəmələrin işini az da olsa yüngülləşdirir. Az da olsa? Yox, indi yeni açılıb, 5 ildir də. Belə götürəndə hər bir vətəndaş, o məhkəmələri də yükləyən kimlər idi? Əvvəlki nümayəndəliklər. Hüquqşünas deyirlər, hüquqdan diplomları yox, savadları yox, üzr istəyirəm. Ancaq buna baxmayaraq hüquqdan hələ danışırdılar. Vətəndaş çaşbaş qalırdı. Ona görə adı nədir? Məhkəmələr yüklənirdi. Bugün şükürlər olsun, mediasiyada yüksək səviyyədə xidmətini aparır. Baxaq görək ki, nə qədər mediasiyada işlər həlli yüksək səviyyədə tapıb. Boşanma işlərində, bəzi məsələlərdə. Çox doğru, çox doğru. Və növbəti bizim bir sualımız var. Xanım, həqiqətən də mən bir vətəndaş olaraq fikrimi bildirmək istəyirəm və hüquqşünas olaraq. Məsələn, əvvəlki dövrlərdə, 90-cı dövrlərdə tam ayrıcı, düzdür. Gedib yatacağım, cəzamı çəkəcəm, gələcəm, verməyəcəm gələm. Ancaq bugün həqiqətən də Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırova təşəkkür bildirmək istəyirəm ki, Vəkillər Universitetini yaratdı. Mediasiyamız var. Görün, nə qədər mediasiya vətəndaşa da kömək edir və məhkəməyə də kömək edir. Əvvəl məsələn mediasiya yox idi, məhkəmələr nə qədər yüklənirdi. Xırda məsələlərlə üzrə. Ancaq buna məhkəmə məcbur idi, baxırdı. Baxmalıdır. Bəli. Bugün mediasiyada adı nədir, yüksək səviyyədə mən məsələn çəkmirəm hansı mediasiya təşkil, nə qədər insanlara, ailə, hətta mən bunun şahidiyəm, ailə qırğında idi. Çox dəhşət idi. Mediasiya onları barışdıraraq mənə o iki evladların uşaqlarını valideynlər əllərindən tutaraq getdilər öz işləri ilə, ailələri ilə məşğul olmaq. Və ona görə adı nədir, addım atanda hər bir şey, bilirsiniz, hüququmuz işləyir, hüquq vardır. Buradan da elə çağırış etmək olar ki, vətəndaşlar gəlin ailələrini dağıtmasınlar. Boş-boş məsələlərlə dağılır. Hər iki tərəfin imkanı da var, ancaq görürsünüz ki, bir-birlərindən narazılığı var. Sual verilir, biz hüquqşünaslıqda sual verir ki, nədir problemimiz, nəyə görə nikahın pozulması?
deyir bizim xəsiyyəti. Yaxşı, bu 2 dənə uşaq var, uşaqlar vəziyyət yaxşı, ev yaxşı, imkan yaxşı, nəyə görə, nəsə boş ver, ünsiyyət yox, bəli. Bir də ki, baxırsan gəlir əldə verməyə, orada bilirsən mediasiyada bizim el sözümüz var da, o xoşbaxt olmadım. Bilirsiniz nətər? Bəxtim gətirmədi. Məsələn, mən özüm şəxsən müşahidə etmişəm, görmüşəm Türkiyə dövlətində nikahın pozulmasında və yaxud da Almaniyada, Avropada ümumi görmüşəm. Bilirsiniz nətərdir? Bizdə vətəndaşlar nikahın pozulmasına böyük bir nətər deyirlər ki, qloballaşdıraraq onu düşünmürlər ki, əsas dünyaya uşaq gəlibsə, hər iki valideyn bu uşağa diqqət göstərməlidirlər. Məsələn, Avropada alimentlə bağlı olaraq vaxtı-vaxtında ödənişlər də olur və yaxud da ödəniş də olmursa da, yenə də bunlar bir-birlərindən keçmiş həyat yoldaşları bir-birlərinə mehribandırlar. Niyə mehribandırlar ki, sivil qaydada o evladlara təhsil vermək, onların gələcəyi üçün çalışmaq hər iki tərəfdə. Ancaq bizdə bəzi hallarda, boşanma hallarında görürsünüz ki, ana istifadə edir uşaqdan, ata ilə qoymur görüşə. Həftədə məsələn bir dəfə görüşdür, onu şərait yaratmır. Ancaq baxaq görək ki, alimentini vaxtı-vaxtında verir, artıqlaması ilə ödəyir, uşağa diqqət göstərir. Bu da atadır. Bu da istəyir ki, evladını ilə görüşsün, bir şəhərə aparsın, əyləndirsin. Valideyn diqqəti göstərsin. Yəni haqqıdır da, valideyn haqqıdır. Necə ki, elə alimentin üstünə gəldiniz, bəli.